Parallelogram və rombun sahəsi. Buyurun. 12'ye kadar sual olan? Yoxdur. 12. Deyir ki, iti bucağı 30 olan rombi ilə kvadratın sahələri bərabərdir. Uşaqlar, iti bucağı 30 olan bir dənə romb çəkməliyəm. Bir dənə romb çəkirəm. Bir dənə də kvadrat çəkirəm. Bu iki figurun sahələri bərabərdir. Bura AA, iti bucağına 30 dedim. Bunların da hər birinə B'lər deyirəm. İndi uşaqlar, rombun tərəfi və bucağı varsa, sahəsi hansıdır? Üstündən tapılırdı. A'nın kvadratı vurulsun sinus alfa, yəni sinus 30 dərəcə bərabərdir. Kvadratın tərəfinə B demişəmsə, sahəsi nə olar onda? B'nin kvadratı. Sinus 30'un qiyməti 2'də 1'dir. Yerinə qoysaq, A kvadrat vurulsun 2'də 1 bərabərdir B kvadratı. 2'yə vurdum hər iki tərəfini. A'nın kvadratı oldu 2B kvadratı. Onda A'nın özü nəyə bərabər oldu? Köşdə 2B'yə. Hər iki tərəfi köşə saldım. İndi məndən soruşur, rombun perimetri ilə kvadratın perimetrinin cəmi. P romb bölünsün P kvadrat bərabərdir. Rombun perimetri nəyə bərabər? Tərəfi A'dırsa 4A'ya. Kvadratın perimetri nəyə bərabər? Tərəfi B'dirsə. Buradan bu 4'lər getdi. A'nın yerinə də gəlin köşdə 2B qoyaq. Köşdə 2B bölünsün B. Buradan bu B'lər gedir. Burada 1 qalır. Cavabımız nə oldu? Köşdə 2 bölünsün 1. Başa düşə bildinizmi? Oldu yebəndi. Növbət sualımız gəlsin. 13. Baxırıq 13'ə. Bir ABCD paralleloqramında BD diagonalının uzunluğu 6 köşdə 3 olub, DS tərəfi ilə 60 dərəcə bucağı əmələ gətirir. Şöyle bir dənə ABCD paralleloqramı çəkdim. ABCD. BD diagonalının uzunluğu, bu da bax bu diagonalın uzunluğu 6 köşdə 3'dür. Və DS tərəfi ilə 60 dərəcə bucağı əmələ gətirir. Onda 60 dərəcəni buraya yazaram. Hələ ki çatdı mı? Qeyri-adi bir şey eləmədim uşaqlar. Paralleloqram çəkdim, BD diagonal çəkdim və DS tərəfi ilə 60 dərəcə bucağı əmələ gətirdi. İndi DS'nin özündə veribdə 6. Bu paralleloqramın sahəsini istəyir. Neyin yarama uşaqlar? BCD'nin sahəsini taparam. İki tərəf bir bucağa görə 3 bucağın sahəsini taparam. Sonra diagonal sahənin yarı bölür qaydasına görə 2'yə vuraram. Sözümün canı nədir? Gəlin bu hissəni tapaq. Çünki bura S-dirsə, burada S-dir. S nəyə bərabər olar? 2 tərəf bir bucağa görə 2'də 1. 6 köşdə 3 vurulsun 6. Vurulsun sinus 60. Sinus 60'ın qiyməti köşdə 3 bölünsün 2. İndi bunu hesaplasam neçə eləyəcək? 27 mi eləyir? Bax, bununla bu gedir 3 qalır. Bununla bu gedir, burada da 3 qalır. 3'ə vurdum 9, köşdə 3'ə vuranda da 3 elədi, 27. İndi bu hissənin sahəsi 27'dirsə, buranın da sahəsi 27'dir. Nəticədə paralleloqramın sahəsi SABCD olacaq 54. Başa düşdünüz? Əla. Davam edirik. O 30'a kadar sualımız var mı? Dəqiq düz yazmışsınız. 14, 15, 16. 16'nı necə yazacaqsınız aşağılar? İki figur eyni bölüşüşdədirsə, sahələri bərabərdir. 21 vur 14
bərabərdir A kvadratı. Oradan da A-nı tapacaqsınız 7 köşdə 6. Sonra bu 17-ni həddindən artıq çox soruşurlar. Ştrixlənmiş fiqur hansı fiqurdur? Paralleqram. Oturacağı x-dir və hündürlüyü də 2-dir. Su sahə oldu 2x. AH düsturuna görə. Cavab oldu 2x. 19. Yenə eyni bölüşüşdədir. Sahələr bərabərdir. 20, 21, 22. 23, 24. 25, 26. 27 eynisi. 28, 29. 30, 31. 31 var. Gəlin baxaq 31-ə. Bəli. Deməli, deyir ki, bucaqlarının nisbətinin 1/5 tərəfinin A olduğunu bilərək rombun sahəsini tapın. Yenə bir dənə romb çəkək uşaqlar. Bu rombun tərəfləri AAA-dır. Bir dənə də A. Bucaqları isə 1/5 nisbətindədir. Onda mən birinə alfa deyəndə, digərinə nə deməliyəm? 5 alfa. İti bucağı ilə kör bucağının cəmi 180 olurdu. Onda alfa üstə gəlsin 5 alfa 180. 6 alfa 180-dir deyə alfamız özü nə qədər oldu? 30. Buraya yazdım 30. İndi uşaqlar, tərəf və bucaq olanda rombun sahəsi hansı düsturla tapılırdı? A-nın kvadrat vurulsun sinus alfa, yəni sinus 30. Sinus 30-un qiyməti 2-də 1. A kvadratında 2-də 1-ə vurdum. A kvadrat bölünsün 2 aldım. Çatdı mı? Çatdı. Davam edirik, növbəti sualım gəlsin. 32, 33. 33. 33. Deyir, paralleqramın tərəfləri A və B-yə, sahəsi də köşdə 2/2 AB-yə bərabərdir. Uşaqlar, burada əslində heç şəklə ehtiyac yoxdur, amma yenə də çəkək. Baxın, tərəflər A ilə B-dir, bu bucaqda alfadır. İndi iki tərəf bir bucağa görə sahə düsturu necə idi? AB sinüs alfa bərabərdir. Bəs şərtdə nə veribdir sahəni? Köşdə 2/2 AB veribdir. İndi hər iki tərəfdən bu AB-lər gedəcəklər. Sinus alfamız nəyə bərabər qaldı? Köşdə 2/2-yə. Onda alfamız özü nə qədər olar? 45 dərəcə. Sadədirmi? Məncə bəli. Davam edirik. 34, 35. Birinə baxaq. Bir ABCD paralleqramında AB 12, AC 16'dır. Bir dənə paralleqram çəkək yenə. ABCD paralleqramında AB verilib 12, AC verilib uşaqlar 16. Buraya yazıram 16. İndi D təpəsindən AC diaqonalına qədər məsafə 4-dür. D-dən AC-yə qədər məsafə 4-dür. D-dən AB-yə qədər məsafəni soruşur. Buradan buraya qədər olan məsafə bizdən soruşulur. Uşaqlar, tərəf və bu tərəfə çəkilmiş hündürlük varsa, sahəni necə taparam? Xeyr, paralleqramdan söhbət gedir. Burada 2-də 1 yoxdur. AH. Yəni 12 vurulsun H. Bəs yaxşı, diaqonal və diaqonala qədər məsafə varsa, DX. Diaqonal vurulsun, diaqonala qədər məsafə. Yəni 16 vurulsun 4. Buradan bu 4 ilə bu 12 gedər, qalar 3. 3H 16-dırsa, onda H özü 16 bölünsün 3 olur. Yəni
5 tam 3'də 1. Cavabımız oldu. Cavabımız oldu cəbəndə. Aydındırmı? 34-cü sualda kopya bunun kimidir. Davam edirik uşaqlar. 36-37. Düz yazmışıq. 37 var. Tamam. 37'ye baxaq. Burada 4 tane ardıcıl eyni tipli sual var idi. 36, 37, 38, 39. Görün nədir? Deyir, M nöqtəsi ABCD paralleloqramının AB tərəfini 18 və 19 olan iki hissəyə bölür. Yenə bir dənə paralleloqram çəkməliyəm. Bura yazıram deməli A. Bura yazıram B. Bura C. Burada D. M nöqtəsi AB tərəfini 18 ilə 19'a bölüb. AM 18'dir. BM 19'dur. SBD üçbucağının sahəsi 111'dir. SBD üçbucağını görürsünüzmü? B'dən D'yə diagonal çəksəm, SBD'nin sahəsi 111'dir. Onda ABD'nin sahəsi də 111 olar da. Çünki diagonal nə eləyir? Sahəni yarıya bölür. Davamına baxaq. MBD üçbucağının sahəsini soruşur. MBD'ni də görmürəm deyə M ilə D'ni birləşdirirəm. Bax, bu hissənin sahəsini istəyir bizdən. Uşaqlar, ABD üçbucağında DM xətti qarşı tərəfi necə bölüb? 18 19'a bölübdürsə, onda sahəni 18 S ilə 19 S-ə bölməli deyilmi? Xatırlayırsınız da bu qaydanı. İndi ABD-nin sahəsi nə qədərdir? 111. Onda yazacağım ki 37S bərabərdir 111. S'miz nə qədər oldu? 3. İndi MBD-nin sahəsi nə qədər olacaq? 19 vurulsun 3 bərabər oldu 57. Aydın oldu mu? 38 39. Ot 8. Yenə eyni tipli sualdır, gəlin baxaq. Deyir, M nöqtəsi ABCD paralleloqramının AB tərəfini 3-4 nisbətində bölür. Yenə eyni işi görəcəyik uşaqlar. Bayaqki sualdan eyni işi görəcəyik. Nə işi görəcəyik? Bax, bura A olsun, bura B, bura C, bura D. Və burada bir dənə də M nöqtəsi var. Qarşı tərəf necə bölübdür deyir? 3K, 4K. Sonra deyir ki, paralleloqramın sahəsi 84-dürsə, BMD üçbucağının sahəsini tapın. Nə iş görəcəm? BMD üçbucağı dediyinə görə B ilə D-ni və M ilə D-ni birləşdirəcəm. İndi ABD üçbucağında DM xətti qarşını 3K, 4K'ya bölübdürsə, sahəni də böləcək 3S ilə 4S-ə. İndi uşaqlar, BD-nin bu aşağı hissəsində qalan bütöv sahə nə qədər oldu? 7S. Onda yuxarı hissəsində də 7S olacaq. Burada yazıram 7S. Bütöv neçəsi oldu? 14S'imiz bərabər oldu 84-ə. S özü bərabər oldu 6-ya. Amma məndən istədiyi BMD-nin sahəsidir. Bax, buranın sahəsidir. 4-dən 6 cavabımız da oldu 24. Aydındır. 39 deynisi. 40, 41. 42. 42 var. Qayda kitabımızda da izah eləmişdik. Dərsdə də izah eləmişdim. Gəlin baxaq. Deyir,
Rombun perimetrinin onun diagonalları cəmin olan nisbəti. Rombun perimetri 4A. Diagonalları cəmi nədir bəs? D1 üstəgəl D2. Bərabərdir nəyə? Kök altında 3-ə. İti bucağını tap deyir. İti bucağını tap, yəni alfa bərabərdir sual. Uşaqlar, əvvəlcə hər iki tərəfi kvarta yüksəldirəm. Kvarta yüksəlt görün bunun hər iki tərəfini. 16A kvadratı bölünsün. D1 üstəgəl D2-nin kvadratı. D1-in kvadratı üstə gəlinsin. 2D1 D2 üstə gəlinsin D2-nin kvadratı. Bərabərdir. Kökdə 3-ün kvadratı, yəni 3. Bunu yazdım. İndi uşaqlar, bax burada olan D1 kvadratla D2 kvadratın yerinə nə qoyacam sizcə? Söhbət rombdan gedir deyə 4A kvadratı. 16A kvadratı bölünsün. Bax o ikisinin yerinə yazdım 4A kvadratı. Üstə gəlinsin. D1 D2-ni yenə A ilə əvəz eləməyə çalışıram. Onda nə edərəm aşağılar? Rombun sahib üstün yazıram. D1 D2 bölü 2. Bir də A ilə əvəz eləmək istəyirəmsə A kvadratı sinus alfaya bərabər eləyirəm. Fikir versizmi? Bunların hər ikisi nədir? Rombun sahib üstünlardır. Eyni rombun sahib üstünlardır. İndi hər iki tərəfini 2-yə vursam D1 vur D2 nəyə bərabər oldu? 2A kvadrat vurulsun sinus alfa. Bax bunun özündə də 2 var əvvəlində. Onda bura nə yazacam? 4A kvadratı sinus alfa bərabərdir 3-ə. İndi bu 3-ü vurun məxrəcə. 12A kvadratı üstə gəlinsin 12A kvadratı sinus alfa bərabərdir 16A-nın kvadratı. Bu 12A kvadratını bu tərəfə keçirsəm 12A kvadrat vur sinus alfamız olacaq 4A-nın kvadratı. Sinus alfa özü nəyə bərabər oldu? 4A kvadrat bölünsün 12A kvadratı. Bunlar da getdi. Qaldı deməli 3-1. Uşaqlar, sinus alfamız 3-1-dirsə, keçən dərsdə danışdım belə bir şey. Alfanın özü nə oldu? Arc sinus 3-1. Çıxardıb yuxarıdan apara da bilərsən. Yenə də nəticəsi eyni şeyə gəlib çıxacaq. Aydın oldu? Tamam, davam edirik. 48. 43, 44, 45. Düzdürmü hamıda? 46, 47 düzdürmü? Kırk sekiz. Deməli deyir ki, rombun diagonalları 3 və 4 ədədləri ilə mütənasibdir. Nə başa düşdünüz? Yəni biri 3K-dır. O birisi də 4K-dır. İndi sahəsində 150 veribdir. Diagonallar olanda sahə düsturunu belə yazırdıq uşaqlar. D1, D2 böl 2. Yəni 3K vurulsun 4K bölünsün 2 bərabərdir 150. Buradan bu 2 ilə 4 gedir, qalır 2. 6K kvadratı 150-dirsə K'nın kvadratı 25-dir. K'nın özü nə qədərdir? 5-dir. İndi məndən soruşur kiçik diagonalını. Kiçik diagonalda görünür ki 3K'dır. 3 vur 5-dən cavabımız olacaq 15. Aydın oldu mu? Tamam, devam edirik. Devam edirik. Növbət suallarımız gəlsin. 55-ə qədər. 49, 50, 51. Düz yazılıb. 52, 53, 54. 51 var. Görəsən niyə var? Vallahi çox sadə sualdır. Kimdədir bir danışım onunla bir yerdə? 51. Nuray xanım. Deyin görüm, necə cəhd eləmişsiniz? Parallelogram çəkdiniz. Şükür Allaha.
Aha. Yəqin adlandırmanı da belə eləyirsən. ABCD. Sonra AB'ye yazdın 2/3. Tamam. Haradır BAS? Gözlə. Bütöv bura. Bu BAD bucağıdır. BAS lazımdır mənə. A ilə S-ni birləşdirməlisiniz ki, Nuray xanım. Bax, bu A ilə S-ni birləşdirməlisiniz ki, BAS bucağı yaransın. Bax, o dediyi 30 dərəcəni yazmalısan bura. Çatdı? Məndən nə istəyir? AC diaqonalını. Burada yazıram X. Ümum sayı nə qədər verilib? Ümum sayı nə qədər verilib? 6/3. Onda bu AC diaqonalı həmin 6/3'ü yarıya böləcək. Axı diaqonal sayını yarıya bölür. Bura yazmalısan 3/3. Burada yazmalısan 3/3. İndi uşaqlar, BAS bucağında fikir versinizmi? 2 dənə tərəf var, bir dənə bucaq var. Onda sahəni necə taparam? 2'də 1 AB sinus 30 bərabər olmalıdır 3/3'ə. Buradan bu ikilər getsin. Bu köşdə 3 ilə, bax bu köşdə 3 də getsin. X vurulsun. Sinus 30'un qiyməti 2'də 1 bərabər oldu 3. Vur 2'yə hər iki tərəfini. X də bərabər oldu 6'ya. Çətin etmə yoxdur. Davam edirik. Suallar verin. 52, 53, 54. 52, 53, 54. Düzdülərmi? Bəli. S ilə A-nı birləşdirəcəksən. S olacaq. Onda bura 2S olacaq. Nəticədə bura 3S olur. Burada S olur. 54 də həmçinin. 55. Baxaq 55'ə. Uşaqlar, çox gözəl sualdır. Xahiş edirəm, diqqətlə qulaq asın. Deməli deyir ki, sayısı 48 olan ABCD paralleqramında A və B bucaqlarının tən bölənləri bura A, bura B yazıram. C, D. A-nın tən böləni, bir də B-nin tən böləni. DC tərəfi üzərində M nöqtəsində kəsişir. AMCB 4 bucaqlısının sayısını tapın. İndi fikir verin. Əgər AM tən böləndirsə, nə yazırdıq bura? Alfa, alfa. DM də tən böləndirsə, nə yazırdıq? Beta, beta. Həmçinin bura alfadırsa, bayaq danışdıq ki, burada alfa olacaq. Nəticədə AD ilə DM bir-birlərinə bərabər oldu. Həmçinin BC-yə də X yazıram. B bucağı betadırsa, M bucağı da betadır. Onda burada olacaq X. AB-də olacaq 2X. Nəticədə bu 2 alfa ilə 2 betanın cəmi 180. Alfa beta cəmi 90. Bu alfa ilə beta 90'dır deyə AMB-nin də sahəsi olacaq. AMB bucağı da olacaq 90. İndi ümumi sahəni nə qədər verib bizə uşaqlar? 48. AMB hissəsinin sahəsi 48'dirsə, daha doğrusu ümumi sahə 48'dirsə, onda AMB-yə bu 48'in yarısı qalacaq. Daha sonra bu M-dən belə bir dənə paralel xətt çəkmişdik, xatırlayırsa bayaqlarda. Onda bu 24 necə bölünər? 12 12'yə bölünəcək. Nəticədə burada bir dənə H dedim. ADMH paralleqramdır. AM diaqonaldırsa, onda bunun yuxarısı da 12 olacaq. Eyni şeyləri HMCB-də də 12'dirsə, burada olacaq 12. Nə soruşur ki, uşaqlar? AMCB-ni soruşur. 24 yox. 36. İzlə. AMCB-ni izlə. Fikir versizmi? 3 dənə 12 var.
SAMSB bərabər oldu 36. 56 da kopya bu sualdandır. Növbəti 57. Deyir, ABCD paralleqramında DK tənböləndir. Uşaqlar, belə bir dənə qaydamız var idi. Diqqətlə qulaq asın, çox tez yaddan çıxan bir qaydadır. Qayda budur ki, tənbölən üzərində götürmüş nöqtədən bucağın tərəflərinə qədər olan məsafələr bərabərdir. Yəni, KM 6-dırsa uşaqlar, onda KN də nəyə bərabər olacaq? 6-ya. Şimdi çatdıra bildim. Bir də deyirəm qaydanı. Tənbölən üzərində götürmüş nöqtədən bucağın tərəflərinə qədər məsafələr həmişə bir-birinə bərabərdir. İndi AKD-nin sahəsini bizə 54 veriblər. AKD-nin, bax bu üç bucağın sahəsini 54 veriblər. Mən bu AD hissəsinə bir dənə X desəm, onda sahəsini necə taparam buranın? 2-də 1 AH-dan. 2-də 1 X vurulsun 6. Bərabər 54. Onda bu 2 ilə 6 getdi, 3 qaldı. 3x 54 isə x-im nə qədər oldu? 18. AD 18-dirsə, demək ki, BS-miz də nə qədərdir? 18. Elə bizdən də BS-ni istəyirdi, cavab 18. Yaxşı mı? 58 də bunun eynisidir. 59. Var mı 59? Deyir, perimetr 12, kör bucaq təpəsindən çəkilən hündürlükləri köşdə 3 və 2 köşdə 3. Kör bucaq təpəsindən çəkilən hündürlüklər. Biri uşaqlar köşdə 3-dür. Digər nə qədərdir deyir? 2 kök altında 3-dür. Paralleqramın iti bucağının dərəcə ölçüsünü tapın. Burada yazıram bir dənə alfa. İndi bura A deyirəm, bura B deyirəm. Belə bir dənə düsturumuz var idi. AH-a bərabərdir BHB. Yəni nə yazım? A vurulsun kökdə 3 bərabərdir B vurulsun 2 kökdə 3. Kökdə 3-lər gedər. A bərabər oldu 2B-yə. Bunun əvvəlində 1 var. Onda A-mız nəyə bərabər imiş? B-miz nəyə bərabər imiş? K-ya. Mən bura yazıram deməli 2K. Burada yazıram K. İndi perimetrini də veribdir də bizə şərtdə. Nə qədər verib perimetrini? 12. Perimetr necə tapılacaq? Bütün tərəflərini toplamaqla. Toplayın görüm hamısını. 6K bərabər 12-dirsə, K neçə tapıldı? K 2 tapıldı. Bax, bura yazıram 2. Onda bura 4. Bura 2. Burada qaldı 4. İndi, baxın, bu alfa bucağının nəyi var sizcə? Bu üç bucağa baxırsınız. Bu üç bucağa baxırsınız. Bu alfa bucağının nəyi var? Sinusu. Niyə sinusu dedin? Çünki qarşı katet var, bir də hipotenuz var. Onda sinus alfa bərabərdir. Köşdə 3 bölü 2 yazaram. Buradan da alfanın 60 dərəcə olduğu göründü. Çatdı. Növbəti 65 61
Bir ABCD paralelogramında A bucağının tən böləni BC tərəfini K nöqtəsində kəsir. Bir dənə paralelogram çəkdim. Bura A, bura B, bura C, bura D'dir. ABCD paralelogramında A bucağının tən böləni BC tərəfini, baxın, A-nın tən böləni BC tərəfini K nöqtəsində kəsir. Bu arada bu tən böləndir. Alfa, alfa. Onda mən burada alfa deyəcəm. AB ilə BK bərabər olacaq. İndi B bucağını 150 verib. B bucağı 150 dərəcədir. Onda bura 30 dərəcə qalır. Alfaların hər birinə 15-15 qalacaq. Burada yazıram 15. Sonra AD-ni verib 25. AD-ni veribdir 25. AKSD trapesiyasının orta xəttini 15 verib. Uşaqlar, AKSD trapesiyasının orta xətti. Bax buranı. 15 veribsə, sizcə KS-yə nə qalar? KS-yə qalacaq 5. Bu 5 hardan gəldi? 5 ilə 25-in cəminin yarısı bizə 15-i verməlidir. İndi AD 25-dirsə, BC də 25 olmalıdır. Mənə razısınız? 25-in 5-i KS-nin payına düşürsə, BK-nın payına düşən 20. Onda AB-yə də 20 demək olar. AB də olacaq 20. Çünki demişdik ki, BK ilə AB bərabərdir. İndi sahəni necə tapım? Bəli, iki tərəf bir bucaq var deyə AB sinüs alfa düsturuna görə 20 vurulsun, 25 vurulsun, sinüs 30. 2-də 1, o da 500 cavab oldu, 250. Aydındır. Bizdən də elə paralelogramın sahəsini istəyirdi.